Bismillahirrahmanirrahim. وَلَوْ قَاتَلَكُمُ الَّذ۪ينَ كَفَرُوا لَوَلَّوُا الْأَدْبَارِ ثُمَّ لَا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا سُنَّةَ اللّٰهِ الَّتِي قَدْ خَلَتْ مِنْ قَبْلِ وَلَنْ تَجِدَ لِسُنَّةِ اللّٰهِ تَبْدِيلًا. Salam, əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Bugün qısaca olaraq bütün dünyanı məşğul edən və hegemoniyası pambıqdan olan Amerika Birləşmiş Ştatlarının hegemonluğunu böyük ölçüdə sual altına aparan müharibənin sözünü verdiyimiz və reallaşmaqda olan prosesləri barəsində danışmaq istəyirik. Zikr etdiyimiz ayə təsadüfi deyildi. Bu ayə Fəth surəsindən ki, şəhid rəhbərimiz çox sifariş eləmişdi. Hətta 12 günlük müharibədən özü bu tərəfə sifariş edirdi. Və biz də bəzi çıxışlarda rəhbərimizin sifarişi üstündən təkid edirdik. O Fəth surəsinin çox mühüm nöqtələrindən biridir. Allah iman gətirən qövmə şeytani prinsiplərin qarşısında mübarizə aparan qövmə təkidlə həm müjdə verir, həm də bir növ qorxudaraq təkid edir ki, وَلَوْ قَاتَلَكُمُ الَّذ۪ينَ كَفَرُوا Əgər mahal bir fərzlə kafirlər təsadüfən də olsa sizi ilə üz-üzə gəlib döyüşmək cürəti tapdılarsa, لَوَلَّوُ الْأَدْبَارِ Mütləq və mütləq arxayın olun ki, arxalarını çevirib qaçacaqlar. ثُمَّ لَا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا Ondan sonra isə nə özlərinə bir lider, bir dost, nə də bir köməkçi əlaltılarından köməkçi tapa bilməyəcəklər. Nə üçün? Bu ayəni bir dəfə keçmiş proqramlarımızdan birində döyüşün təhlili əsnasında və bu kontekstdə sizə izah vermişdik. Ona görə ki, kafirlər dostları və nəsir, onlara kömək edən əlaltılarının ümid yeri idi. Dostları və onların əlaltıları baxır ki, 100 illə biz bunu hegemon bilirdik. Ağzının üzərindən vurulub, bu özü qaçırsa, bizim bunun yanında olmağımız mənası yoxdur. Necə ki, bugün bunu bir daha müşahidə edirik. Allah davamında buyurur ki, Sünnətəllah əlləti qad xələt min qabl. Bu, varlıq sisteminin həqiqəti olan Allahın sünnəsidir. Dəyişməz prinsipləridir. Hər səbəbin özünə uyğun nəticəsi var. Mövcud şəraitdə. Allahın sünnəsi dəyişməz. Yəni, kafirlər bu xarakteristikaya malikdir. Və onların əlaltıları və dostları da belədir. Qad xələt min qabl və lən təcidə li sünnətillahi təbdilə. Və heç zaman əbədi olaraq sən bu prinsipial gedişi dəyişə bilmərsən, görmərsən ki, bir dəyişiklik baş verib burada. Mümkün deyil. Necə ola bilər ki, məsələn, suyun su olaraq xasiyyəti islatmamaq olsun və ya odun od olaraq xasiyyəti yandırmamaq olsun. Öz şəraitində əlbəttə. İndi müharibənin elə bir mərhələsinə gəlib çatmışıq. Mən bu mərhələdə son 3-4 gündə, məxsusən də may ayının 4-dən 5-dən üzü bu tərəfə gedən proseslərdə ki, Telegram kanalımızda da xəbərini yayımlayırıq ki, şərh bölməsində, həmişə olduğu kimi kommentlər bölməsində linkini paylaşırıq ki, daha çox abunə olub paylaşasınız. Orada görürsünüz və digər xəbərlərdə də bütün dünya medialarını da izləyirsinizsə, xəbərlərdə görürsünüz. Bu 4-5 gündə xəbərlər çıxdı ki, İran İslam Respublikası həm Birləşmiş Ərəb Əmirliklərinin qulağını burur indiyə qədər, lazım olan yerlərdə və həm də Amerikanı
dəniz donanması məsələsində sonuncu fiyaskosunu yaşatmaq üzrədir. Bizi izləyənlər bilər, son proqramlarımızda, hətta sözdə atəşkəs məsələsinə yaxın zamanlarda da, yəni döyüşün əslində rəhbərimizin buyurduğu kimi sükut mərhələsinə keçid günlərinə yaxın vaxtlarda da, onda biz bir məsələyə çox təkid edirdik. Qeyd edirdik ki, Amerika bir sıra sektorlarda, hava, quru sektorlarında böyük ağrıdıcı zərbə aldı və dünyada sözün həqiqi mənasında prestiji gedərək yerlə bir oldu. Amerikanın 8 bazasında, 8 ölkədə 16 bazası yerlə yeksan oldu ki, o gün CNN-dən də nümunə gətirdik ki, onların şiddətli senzurasına rəğmən ağır xəsarətlər adı altında qəbul etdilər bu 16 bazanı. O halda ki, qeyd etdik ki, peyk görüntüləri hamısı açıq-aşkar şəkildə göstərir ki, yerlə yeksan olub Amerikanın bazaları. Amerika bu iki sektorda, hava və məxsusən quru məsələsində, Heliborn məsələsində, İsfahan məsələsində biabır oldu. Demişdik ki, donanma məsələsi qalıb və rəhbərimizin son bir neçə bəyanatından və İranın yüksək rütbəlilərinin də o bəyanatı tamamlayan bəyanatlarından və təhdidlərindən təhlillər verdik. Qeyd etdik ki, Amerika ən böyük öyündüyü məsələ donanmadır. Bu qalıb. Bu donanma ilk 40 günün ilk 3-4-5 günündə ağır zərbələr aldı. Amma qaçdılar, üz-üzə havadakı kimi və quruya enmə kimi üz-üzə gəlməyə cəsarətləri yox idi. Mayın 4-ü 5-dən üzü bura baş verən hadisələr və ilk 40 gündə baş verən hadisələrin oxşar cəhətlərinə istəyirəm toxunam. Zehniniz açılsın, həm düşməni daha yaxşı tanıyaq, qeyd etdiyim ayə ilə görün necə də uzlaşır Allahın dəyişməz sünnə prinsipi. Həm də bugün gedən prosesləri daha yaxşı başa düşək ki, üzü gələcəyə bizi nə gözləyir, onu da özümüz yaxşı analiz edə bilək. Birinci məsələ, burada mən bir sirri, yəni toxunulmayan və hətta bizim də çox şarə etmədiyimiz, konkret bir mövzun formasında bəhs etmədiyimiz bir mövzu. Əlbəttə, mən şəxsən özüm keçmişəm o mövzunun üstündən, ona da işarə istəyirəm, edəm ki, oradan açılacaq. Nələr baş verib, nələr baş verməkdədir və nələr baş verə bilər. O Quran ayəsi ilə də necə tamamlayacaq o bir-birini. Bir məsələyə diqqətinizi çəkim. 40 günlük döyüş. 40 günlük döyüşün son günlərində atəşkəsə bir gün qalmış. Mən yadımdadır, bir proqram getdi. O proqramda mən qeyd elədim ki, qarşıdakı 2 və 3 həftə çox həlledici görünür. Yəni, o səhərsindən atəşkəs adı altında Amerika iltimas etdi ki, sizin 10 şərtinizi qəbul edirik. Bu şərtlə danışaq, birbaşa tamamilə artıq döyüş deyansın məsələsi baş verdi. Və o atəşkəs gəldi 3-4-cü həftəsi, artıq Amerika Hormuz rıçaqı ilə, hələ təkcə Hormuz rıçaqı ilə Amerika və dünya dizini yerə qoyur. Və bu təqribən indi İran ayının Ordubehişt 10 gün qalıb deyək, 12 gün qalıb çıxmağına, mayın 15-i, mayın hardasa bir axırlarına qədər Amerika nəysə ad qoyub çıxmalıdır bizdir, bu 3-cü ay. 3-cü ay biraz da 4-cü aya keçid. Səbəblərini də sadalamışıq. Amma burada bir məsələ var idi ki, kölgədə qalıb mənim çatdırmaq istədiyim İranın güc faktorunu, sirli qalmış güc faktorunu bizə əyan etmək üçün. 40 günün ilk 4-5 günündə Amerika Birləşmiş Ştatları və koalisiyası, hətta o zaman Avropanın NATO'da olan bəzi ölkələri
məntəqə ölkələri və Siyonizm rejimi tamamilə bütün güclərini qoydular və Amerikanın qurulduğundan bu tərəfə Amerika ən güclü və ən böyük dalğalı hücumunu etdi İrana. Bu 40 günün əvvəlində, ilk 4-5 gündə. Bunu İran İslam Respublikasının silahlı qüvvələrinin və məxsusən də Sepahın bir neçə yüksək rütbəlisi son günlərdə üstünü aşdı. Tam deyilmirdi bu. Amma nə oldu sonda? Yenə də iltimasa düşən Amerika oldu. İltimas edən, yalvaran. Və bir sirdə ateşkəs olandan sonra təkid etdiyimiz donanmalar məsələsi idi ki, Amerika dənizdə ağır zərbə alıb, son mismar vurulub tabutuna tamamilə Amerikanın kölgəsi bölgədən uzaqlaşmalıdır. Bu 4-5 gündə baş verən hadisələr onun müqəddiməsidir. Yadınızda varsa təkid edirdim ki, 51% ehtimal verirəm ki, Amerika döyüşsüz getməyəcək. Səbəblərini də sadalamışıq. Bundan öncəki proqramlara baxa bilərsiniz. Hətta son proqramlarda qeyd etdik ki, 51% daha da möhkəmlənir. Və bunun nəticəsi oldu mayın 4-dən 5-dən bu tərəfə baş verən hadisələr. Amma necə ki 40 günün əvvəlində ilk 4-5 gündəki hadisələrin əslində Amerikanın tarixində ən geniş miqyaslı hər baxımdan, təkcə hərbi baxımdan geniş miqyaslı demirik. Raketlər, pualar, filan, bəs bunlar deyil. Geniş miqyaslı həm iqtisadi, həm kəşfiyyat, həm sayberi və həm də hərbi, bir tərəfdən diplomatik, media, bütün hamısıyla birlikdə və hər sektorun özündə ən böyük potensialını Amerika gətirib qoymuşdu ortaya. Bu ateşkəs, sözdə ateşkəs dilimində də bizim gözlədiyimiz bu 51% məsələsi son 4-5 gündə Amerikanın azadlıq planı, adı qoyduğu planla başladı. Amma nə oldu ki, 2 gün çəkmədi, geri çəkildilər. Necə 40 günün əvvəlində bütün gücü ilə gəlmişdi, donanma məsələsində də bütün gücü ilə Amerika Bəndər Abbas o limana, nə bilim İranın Qeşm adasına, Birləşmiş Ərəb Əmirliklərinin də iştirakı ilə və İranın cənub, Fars körfəzindəki bir sıra cənub yerlərinə hücum etdi. Fikir verin, medialarda bu bilinmədi. Sadəcə Amerika qaydanı pozdu, İran Amerikanın 2 gəmisinə xəbərdarlıq atəşi açdı, onlar qaçdı, Birləşmiş Ərəb Əmirlikləri vuruldu. Sadəcə bu göstərilən deyildi. 40 günün əvvəlindəki 4-5 gün kimi bütün gücünü necə qoymuşsa, burada da bütün gücü ilə gəlmişdi Amerika. Bu bilinmədi, medialarda deyilmədi. Və İran çox ağır xəsarətlər vurdu Amerikanın bir sıra skort eləyən gəmiləri və ondan əlavə hərbi donanmalarına. Bəzi görüntüləri gizlədilsə də peyk görüntüləri son bir dünən bugündə çıxır. İndi o peyk görüntüləri tapsam Telegram kanalımızı izləyin. Orada yerləşdirəcəm, elə dediyim kimi YouTube kanalımızla eyni adlıdır və şərh bölməsində və komment bölməsində pin edirik o Telegram kanalımızın linkini. İran burada da onların ən güclü hücumlarından birinə ağır zərbə endirdi və Birləşmiş Ərəb Əmirliklərində indiyə qədər bəzi yerlər vurulur. Və biz yadınızdadırsa son proqramlarda sürprizlərdən danışanda bir neçə üstü örtülü sürprizlər saydıq, cəbhələr, yeni cəbhələr filan, hətta Amerikanın içərisində baş verə biləcək hadisələrdən. Səhv eləmirəmsə Arizona ştatında, onu kanalımızda, Telegram kanalımızda xəbərini yerləşdirdik. Günlük 185 min barel neft emal edən zavod vurulub. Yanğın çıxıb deyilir. İndi bilmirik ya, yenə də Allahın işidir. Amma hər halda işlər, bizə bunu göstərir ki, işlər kəskin tərəfə gedir. Müəmma və müəmma məsələsi çıxır ortaya. Bayaq qeyd etdiyim 40 günlüyün ilk 4-5 günündəki Amerikanın bütün gücü və bu qeyd edilməyən dəniz məsələsində Amerikanın vurulması və müəmmalı şəkildə
azadlıq layihəsi adı altında gələn Amerikanın heç 48 saat çəkməyən, bəzi mənbələrdə 36 saatdan sonra Amerikanın saxlamağa məcbur olduğu bu müəmma nədir? Hansı məsələdir? Bu əsas dediyim sir buradadır. Düşməni paradoksda saxlayan İranın gücü. Paradoks nədir? Düşmən bir tərəfdən qorxur. Amma bir tərəfdən də hücum edir. Qorxan necə hücum etmək, qorxmaq, hücum etmək. Trump da müvəffəq olmayan kimi çıxır yenə təhdid dili ilə. İndi də deyir ki, azadlıq pro, azadlıq plus əməliyyatı edə bilərik. Nə məsələdir? Aha, Amerika bir qorxur. İki hücum edir. Niyə? Bu qayıdır İran adlı bir müəmmaya. Niyə? Nədən qorxusunu yaradan nədir? Bir, bütün dünya bugün gördü. Amerika görürdü zaman zaman, məxsusən Hacı Qasimin şəhadətindən üzü bu tərəfə, sonra Tufan Rəqsada şiddətləndi. Ondan sonra Sadiq Vəd 1, Sadiq Vəd 2, Sadiq Vəd 3, Sadiq Vəd 4. Bunlarda göründü ki, Amerika tərəfi görürdü. Məxsusən 12 günlük Sadiq Vəd 3-ə qədər İsrail görürdü. Amma tam görmürdülər gücünü. Və media dalğalarıyla bütün dünyaya əksinə göstərə bilirdilər, dalğanı döndərə bilirdilər. Ta gəldi Sadiq Vəd 4, bu 40 günlük müharibəyə gedər. Bu 40 günlük müharibədə yeganə indiyə qədər bunların arasındakı olan toqquşmada, haqq və batıl cəbhəsinin arasındakı toqquşmada yeganə döyüş oldu ki, Amerikanın öz ekspertləri, mediaları və Qərbin bütün ekspert və mediaları bunu qəbul elədilər ki, yeganə müharibə idi ki, indiyə qədərkilərdən fərqli olaraq İran həm meydanda, döyüş meydanda, həm də media meydanında artıq qalib oldu. Və buna görə də bu Sadiq Vəd 4 əməliyyatı ki, 40 gün döyüş meydanında çəkdi, sonra sükut meydanı davam edir, indi yenidən qızışır hadisələr. Təkcə Amerika deyil, bütün dünyada görür ki, İran bir şey görür. İran sadiqdir, elə vədələri kimi Sadiq Vəd. Deyir və edir. Özü də qarşı tərəf üçün acınacaqlı nəticələrə çatdıran prosesləri irəli aparır İran İslam Respublikası. Fikir verin, tərəf dediyini edir, özü də 1-ə 10 cavab verir və yerlə yeksan edir mənim rəqibim. Məni yerlə yeksan edir. Özümüzə təsəvvür edək. Bundan əlavə ikinci xarakteri var İranın. Müəmmalıdır. Gücünü öyrənə bilmirik. Öyrənə bilmədiyimiz halda görürük ki, bu deyir və pis edir. Hər dəfə də ayrı cür bir sürpriz çıxardır ortaya. Amma müəmmaları hələ qalıb. Özümüz nə eləyərik bir empati eləsək? Qorxarıq. Addım atmağa qorxursan, çox qorxursan. İndiyə qədər təcrübə eləmişəm, neçə dəfə məni knockdown eləyib. Hər dəfə də bir sürpriz çıxardır. Amma müəmması da çoxdur. Yenidən deyir ki, hələ filan sürprizlər var. Ümid eləyir ki, insult keçirməzlər. Təbii olaraq mən tərəfdən qorxacam, yemişəm axı zərbələri. Aha, bəs İranın bir sadiq sözünün üstündə durması və artıqlaması ilə ağır zərbə vurması, iki bundan əlavə müəmmalı qalması, qarşı tərəfi qorxudur. Amma bu qorxunun paradoksu da var. Qarşı tərəf buna rəğmən yenə də hücum edir. Yenə də. Bəs qorxursa niyə hücum edir? Burada iki məsələ var əzizlər. Bir, qorxursan, amma sən özünü hegemon kimi tanıtdırmısan və Trump administrasiyasının belə deyək də, hoqqalarından sadəcə birinin təcəssümü Epstein'dir. Siyonist lobbisi Trump administrasiyasını sıxır.
və o Great America, o Make Again, Amerikanı yenidən mağa quracağıq dalğası ki, tamamilə Amerikanın içində də sual altına düşüb artıq fiyasko, Trump'ın özü, administrasiyası, Amerikanın özü parçalanma şiddətlənir. Həm iqtisadi baxımdan, həm sosial baxımdan, həm hərbi baxımdan. Siyonist, evangelist lobbisi AIPAC bir tərəfdən sıxır. Dünyada da hegemon çöhrəsi tamam dağılıb, sözünə qulaq asan yoxdur. İrandan dediyimiz o iki faktora görə qorxsa da hücum etməyə məcburdur. Niyə? Bir, dediyimiz bu faktorlara əsasən məlum olur ki, həm qorxduğundan hücum edir, həm onu içəridə sıxan qüvvələrə görə, həm də İranın öz gücündən qorxduğundan İrana yenidən hücum etməyə məcburdur. Həm prestijini xilas eləmək üçün, həm də qorxusunun nəticəsi. İntihar, yadınıza gəlir, deyirdik, intihara verəcək özünü. Bax, bu son 4-5 gündə etdikləri və sirlərinin 40 günlüyün əvvəlindəki açılmadığı kimi azadlıq layihəsi, 36 saatda fiyaskoya uğrayan azadlıq layihəsi intiharın güclü forması idi, başlanğıcı idi və çox ağır zərbələr yiyib. İndi də İngilis mediaları, Amerika mediaları nədən qorxuya düşüb? Sepahın dünyada ən sürətli dəniz qayıqlarının 100 ən azı dəniz qayığının hazır vəziyyətdə, kruz raketlərinin hazır vəziyyətdə olduğunu, hələ İranın son 4-5 gündəki onların güclü intiharına verdiyi cavabda istifadə etmədiyi böyük donanmaları dənizin dibinə apara biləcək sualtı raketlərdən əlavə su üstü, ballistik və süni intellektlə idarə olunan raketləri hələ istifadə eləməyib. Deməli, Amerika niyə qorxduğu halda hücum edir? Bir, qorxunun nəticəsində. İki, bayaq dediyim, müəmmanı həll etmək istəyir. Son proqramda yadınıza gəlir, son 2 proqramda bu məsələyə toxundum, əgər yadında yanlış qalmayıbsa. Orada bir məsələyə toxundum, dedim, İranın həddən çox bunlara güc göstərib, amma eyni zamanda müəmmalı qalması bunları məcbur edir ki, dənizdə hey manovr eləsinlər. Nədir? İran nəsə bir göstərsin, ona uyğun hesablama aparsınlar. Deməli, əzizlər, bu Amerikanı paradoksal halda saxlayan əslində İranın 2 xarakteridir. Bir, dediyini etməklə, 10 qat artıq etməklə göstərdiyi güc. 2, bu güclə yanaşı müəmması. Bu 2 faktor Amerikanı həm qorxudur, həm də bu 2 faktor səbəb olur ki, Amerika sonuncu intihara özünü salsın. 4-5 gündür sonuncu intihara özünü salıb. Və bu o haldadır ki, İran İslam Respublikası indində açırlar. Biz demişik də, bunların metodikasını artıq bilirsiniz də, dəfələrlə təhlil etmişik. Düşmənşünaslıq çox mühümdir. Quran ayəsini ona görə zikr elədim əvvəldə. Ki, sonda da ona qaytarıram söhbətimi inşallah. Düşmən, məxsusən də Sion lobbisi, şeytanların yer üzərindəki təcəssümü olan bu lobbi, ki, Trump da ora xidmət edir, bunlar senzura ustadıdır. Ariel Sharon məsələsi idi, səhv eləmirəmsə, illərlə sürüdüb qalmaqından danışdıq, gizlətməsi. İndi Netanyahu gizlədilib və onun kabinəsi gizlədilib, yalandan bir maska taxır, biri o birisi onu oxşar filan. Hələ məlum deyil orada nə olub, gizlədirlər. Düşmən gizlədir zərərlərini, amma tədriclə yavaş-yavaş çıxardır. Həm içəridəki sosial partlamanı, heç olmasa bir ömrünü uzatsın, idarə eləsin. Həm də ki, dünyada artıq sözünə qulaq asan yoxdur. Amma buna rəğmən çıxır. Washington Post çıxardır ki, İran, o dedi ya, 16 bazanı CNN qəbul eləmişdi, ağır xəsarət olaraq qəbul eləmişdi, amma görüntülər göstərdi ki, 16 baza yerlə yeksən olub. İndi yavaş-yavaş ondan sonra çıxartdılar əskərləri, Amerikanın hərbiçiləri bir leşlərini çıxardırlar. İkisi orada boğulub, ikisi Mərakeşdə etkin düşüb, ikisinin əməlcə zahirdə belə olub, Atlantik okeana düşüb boğulub filan.
İndi də Washington Post nəyi çıxardır? Sən demə, İran bunların 282 nöqtəsini vurub. Amerikanın. Yəqin ki, bunlar 16 o yerlə yeksan olan 8 ölkədə 16 bazanın özü ilə birlikdə ətrafdakı hansısa nöqtələridir. Amerikanın mənafi. Və bu o haldadır ki, İran bunların son intiharını 4-5 gün bundan qabaq başladandan sonra bunlara elə cavab verdi ki, yenə də pek görüntülərini əlimdə vardı. Bilməm, kanala yerləşdirmişəm, Telegrama ya yox. Yerləşdirmiş olmasam, çalışacağım yerləşdirim. Konkret Hormuz boğazında göstərilir. Sonda da 3 dənə donanma gəmisini, hərbi gəmisini vurub və bunlar üzünü döndərib tez qaçdılar. İran bunların son intiharında da dünyaya göstərir ki, dediyim ayə. وَلَوْ قَاتَلَكُمُ الَّذ۪ينَ كَفَرُوا لَوَلَّوُ الْأَدْبَارِ Əgər kafirlər sizinlə üz-üzə döyüşə gəlsələr, hansısa bir məcburiyyətdən, mütləq arxalarını çevirib qaçacaqlar. Nə dost tapa biləcəklər, nə köməkçi. Gözlədiyimiz günlərdir, inşallah. İndi Trump məcbur olub deyir ki, azadlıq pro, azadlıq plus çıxardacam, əgər İran bizim şərtimizdə razı olmasa. İran təsbit eləməkdə davam edir Hormuz boğazında və o ayəyə uyğun Amerikanın yaxın ona quyruq bulayan dostları yavaş-yavaş gəlirlər İranla hesablaşmağa. Fransa qərar qəbul edir, Almaniya bir tərəfdən. Çünki bir ay dedim ha, bax bu sonuncu bir aydır, 20 gün falan qalıb uzağı. Bundan sonra 3 ay tamam olur, dünya bazarlarındakı durğunluq 3 aydan sonra oyadmayacaq dünya iqtisadiyyatına və enerji tranzitinə illər uzunu özünə gələ bilməyəcək şok verir. Bu bir və bu şokun nəticəsində də Avropa, görürsünüz artıq xəbərlərdə mənə ehtiyac yoxdur. Amerikanın daxilindəki yanacaq gübrə, digər məhsullar, nadir məhsullar falan bunların problemi böyüyür və İran bu arada Trump ki Çinə getməli idi, cənab Əraqçı Rusiya və Rusiya səfərinin davamında Çinə səfər edir. Hər ikisi ilə müttəfiqliklərinin gücləndirən söhbətlər edir və Çin bu arada Rusiyadan sonra ilk dəfədir ki, Çin deyir ki, İranla biz strateji tərəfdarıq. Bu səfərdən sonra Trump'ın səfəri öncəsi Çin başlayır Amerikanı təhdid etməyə. Ki, Amerika bizə sanksiyalar qoymaq istəyir, filan, filan, filan. Yəni, hətta mümkündür ki, Əraqçının bu səfərinin təsirlərindən biri də bu ola ki, ya Çin elə bir vəziyyət yarada, situasiyadan çıxa bilməyə Trump, Trump'ın səfərinə, necə deyərlər, rədd cavabı verə və bunun nəticəsində Trump çıxa deyə ki, mən yenə də İrandan yediyi şillələrdən necə söhbəti fırladır. Söhbəti fırladan, mən belə elədim, mən elədim, mən gedmirəm filan, biz böyük filan. Ya da Trump gedə ora biabırçı bir nəticələr görünə, hətta bədən dillərində görünə, söhbətlərindən əlavə. Hər halda Amerika son mıx artıq vurulmaq üzrədir. Bizim dediyimiz o 51% ehtimal başlayıb. Sıxılan Amerika bundan sonraki artıq təqribən 3 həftə ərzində bütün zəhərini tökməlidir. Amma ali məqamlı şəhid rəhbərimiz və onun oğlu, bugünkü İmam Seyyid Muştaba Xamneyinin bir-birini tamamlayan sözləri baş verəcək yaxın son bu 3 həftədə inşallah. O da budur. Donanma təhlükəlidir. Amma donanmanı, o qırıcı daşıyan gəmiləri suyun dibinə batıracaq silah daha təhlükəlidir. Və Seyyid Muştaba Xamneyi də bunu tamamlayan bir söz bəyanatında vermişdi ki, bundan da danışmışdıq. Amerikalıların
Fars körfəzində yer yoxdur. Amerikalıların yeri suların dibindədir. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.